2025-ci il sentyabrın 1-i vəziyyətinə görə ölkə iqtisadiyyatında muzla çalışan işçilərin sayı 1764,9 min nəfər olub. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfər isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzla işləyənlərin 19% ticarət, nəqliyyat vasitələrinin təmiri, 18% təhsil, 13,9% sənaye, 8,6% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8% tikinti, 6,3% dövlət idarə etməsi və müdafiə, sosial təminat, 4,2% nəqliyyat və anbar təsərrüfatı, 3,9% peşə, elmi və texniki fəaliyyət, 2,4% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3% maliyyə və sığorta fəaliyyəti, 14,6% isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,% artaraq 1093 manat 80 qəpik təşkil edib.